Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüzü rayonumuzun ustad pedagogu, görkemli folklorçusu, işıklı ziyalısı olan merhum Qurban Şabanova həsr etmişik. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra rayonumuza göndərildim və rayonumuzda pedaqoji fəaliyyətə başladım. Mənim pedaqoji fəaliyyətə başladığım illərdə rayonumuzda İmran Əliyev, Əhməd Qurbanov, Qurban Şabanov, Sabir Qurbanov kimi görkəmli pedaqoqlar, ədəbiyyat müəllimləri fəaliyyət göstərirdilər. Və təbii ki, mən gör-götür dünyasında bu insanlardan çox bəhrələndim, onların təcrübəsindən, zəngin biliklərindən geniş istifadə etdim. Və bütün bunlara görə də onların əziz xatirəsi qarşısında ehtiramla baş əyirəm. Pedaqoji fəaliyyətə başladığım ilk illərdə pedaqoji fəaliyyətimlə yanaşı elmi, bədii, publisistik fəaliyyət də göstərirdim. Yazılarım rayon və respublika mətbuatında çap olunurdu. Bilirdim ki, Qurban müəllim, mərhum Qurban Şabanov folklorumuzun, ədəbiyyatımızın bilicisidir, görkəmli tədqiqatçısıdır. Odur ki, Qurban müəllimlə əməkdaşlıq etməyə başladım. Nəhayət bu əməkdaşlıq etməyə başladım. 1997-ci ildə yazdığım Zaqatala haqqında ensiklopedik bilik və məlumat verən bu kitabda, Zaqatala adlı bu kitabında ədəbiyyatımızın, yəni Azərbaycan ədəbiyyatının Zaqatala formalaşan bir qolunun görkəmli nümayəndələri olan Aşıq Məhəmməd, Xalidə Hasılova, Əhməd İsayevlə birlikdə Qurban Şabanov haqqında da, onun fəaliyyəti haqqında da ətraflı məlumat verdim. Qurban müəllimin yaradıcılığına verdiyim bu qiymət onun çox xoşuna gəldi və sonra demək yaradıcılıq əlaqələrimiz daha da genişlənməyə başladı. Nəhayət yaradıcılıq əlaqələrimizin belə genişlənməsi, birgə fəaliyyətimiz nəticəsində 2000-ci ildə Varxıyanlı Aşıq Məhəmməd Zaqatala Ustad adlı bu kitabımız işıq üzü gördü. Bu kitab 19-cu əsr Azərbaycan ədəbiyyatının və aşıq ədəbiyyatı, Azərbaycan poeziyasının və aşıq ədəbiyyatının görkəmli nümayəndəsi olan Aşıq Məhəmmədə həsr edilmişdir. Kitabda Aşıq Məhəmmədin 106 şeiri verilmişdir ki, bu şeirlərdən 65-i ilk dəfə çap olunmuşdur. Bəs Aşıq Məhəmməd kim idi? Aşıq Məhəmməd 19-cu əsr Azərbaycan ədəbiyyatının həm görkəmli nümayəndəsi idi, həm də Azərbaycan mühacirət ədəbiyyatının tanınmış bir nümayəndəsi idi. Belə ki, Aşıq Məhəmməd bədnam qonşularımız tərəfindən bir şərlənərək Rusiyaya sürgün edilmiş və Rusiyada Azərbaycan mühacirət ədəbiyyatının çox qiymətli nümunələrini yaratmışdır. Sonralar Aşıq Məhəmməd sürgündən günahsız olduğu üçün tezliklə buraxılmış və Gürcüstan ərazisində keçirilən bir toy məclisində iki şagirdi ilə birlikdə bədnam qonşularımız tərəfindən zəhərlənərək öldürülmüşdür. 2002-ci ildə Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov cənabları ilə rayonumuzda görüş keçirilirdi. O görüş o zamanki icra hakimiyyətinin geniş zalında keçirilirdi və mən həmin tədbirdə cənab nazirə Aşıq Məhəmməd irsinin, eləcə də Xalidə Hasılova yaradıcılığının orta məktəblərdə tədrisi ilə əlaqədar təkliflə çıxış etdim. Təklifim cənab nazirin çox xoşuna gəldi və söz verdi ki, tezliklə bu təklifə əməl olunacaqdır. Və bununla əlaqədar biz Qurban müəllimlə birlikdə məktəblilərə Aşıq Məhəmmədin həyat və yaradıcılığının öyrədilməsi mövzusunda bir metodik tövsiyə hazırladıq ki, bu ədəbiyyat müəllimlərinə yardımcı olsun. Çox təəssüf ki, o həmən görüşümüzdən 25 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, nədənsə bizim bu təklifimiz həyata keçməmişdir. Qurban müəllimlə yaradıcılıq əlaqələrimiz sonraki illərdə də davam etdi və nəhayət biz birlikdə 2004-cü ildə Zaqatala Aşıqları adlı bu kitabı hazırladıq və çap etdirdik. Kitabda 19-cu əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Məhəmməddən üzü bəri rayonumuzda fəaliyyət göstərən aşıqlar haqqında ətraflı məlumat verilmişdir. İndi də gəlin Qurban müəllimlə daha yaxın, onun həyat və fəaliyyəti yaradıcılığı ilə daha ətraflı, daha yaxından tanış olaq. Qurban müəllim 1924-cü ildə rayonumuzun Ucqar Kəpənəkçi kəndində Aşıq ailəsində, Aşıq Murtuzəlinin ailəsində anadan olmuşdur. İlk təhsilini Kəpənəkçi kənd ibtidai məktəbində aldıqdan sonra Qandaq kənd orta məktəbində təhsilini davam etdirmişdir. Qurban müəllim 1940-cı ildə Gəncədə müəllimlər hazırlayan kursu bitirdikdən sonra orta təhsil aldığı Qandaq kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Ondan sonraki illərdə Qandaq,
Faldar, Kəpənəkçi, Yengiyan və başqa kəndlərdə müəllim kimi fəaliyyət göstərmişdir. 1966-cı ildə Qurban müəllim Kəpənəkçi Orta Məktəbinə direktor təyin edilir və ömrünün axırına kimi bu vəzifədə, direktor vəzifəsində o çalışmışdır. Qurban müəllim həm də ədəbiyyatımızın, folklorumuzun tədqiqatçısı idi. Onun bu mövzuda yazdığı çoxlu məqalələri rayon və respublika mətbuatında çap olunmuşdur. Qurban müəllim həm də zəngin bir mütaliə vərdişlərinə malik idi. Onun kitabxanasını 1500-dən artıq kitab bəzəyirdi. Onun pedaqoji fəaliyyəti, yaradıcılığı, gərgin əməyi, məhsuldar əməyi yüksək qiymətləndirilmiş, o çoxlu medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan televiziyasının hazırladığı bir neçə sənədli filmdə Qurban müəllimə də geniş yer ayrılmış və bir neçə onunla əlaqədar bir neçə süjet verilmişdir. Qurban müəllim rayonumuzda qonaq olan bir çox aşıqlar Qurban müəllimlə görüşmüş və onunla görüşməyi özlərinə şərəf bilmişlər. Qurban müəllimin atası Aşıq Murtuzəli dövrünün tanınmış aşıqlarından idi və rayonumuzda qonaq olan Qazax Gəncə zonasından, Qaraçöpdən, Borçalıdan, Göyçədən gələn aşıqlar həmişə Aşıq Murtuzəli ilə görüşmüş və onunla görüşməyi, onun qonağı olmağı özlərinə şərəf bilmişlər. Aşıq Murtuzəli o dövrünün tanınmış aşıqları Ordenli Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Qozalqanlı Aşıq Hüseyin və başqaları ilə dəfələrlə görüşmüş və onlarla birlikdə məclislər keçirilmişdir. Biz rayonumuzun ustad pedaqoqu, folklorçusu, işıqlı ziyalısı olan Qurban Şabanova Ulu Tanrıdan qəni rəhmətlər diləyirik. Diqqətinizə görə çox sağ olun.